Əziz dinləyicilər, bugün yeni 8-ci sinif dərsindən qan köçürmə və qan qrupları mövzusunu danışacağıq. 4 qan qrupu var. Bunun üçünü 1, 2 və 3 qan qruplarını Landsteiner aşkar etmişdir. Landsteiner eyni zamanda Alexander Wienerlə birlikdə qanda rezus faktor aşkar etmişdir. 4-cü qan qrupu isə Yansky tərəfindən kəşf olunmuşdur. Qan qruplarını bilmək vacibdir. Eyni zamanda rezus faktoru da bilmək lazımdır ki, qan köçürmə zamanı, hər hansı bir cərrahi əməliyyat zamanı və yaxud da qan xəstəlikləri zamanı qan köçürmə ərəfəsində qan adam, yəni donor və ya qan köçürülən adam, resipiyentin qan qruplarının qanlarında, eritrositlərində parçalanma baş verməsin. 4 qan qrupu var. Biz bu qan qruplarını ABO sistem olaraq təsnifatlandırırıq. Qan qruplarının adlandırılması eritrositlərdə və plazmada olan zulallara əsaslanır. Yəni ki, eritrositlərin membranlarında A və B aglutinogenləri və ya A və B antigenləri. Hər ikisi bir-birinə sinonim sözlərdir. Plazmasında isə anti-A və anti-B aglutininləri vardır. Aglutinin və ya antitel və yaxud da anticisim adlanır. Yəni ki, aglutinin, antitel, anticisim bunlar sinonim sözlərdir. Əgər eritrositin membranında A və B antigeni yoxdursa, və plazmasında anti-A və anti-B antiteli varsa, bu birinci qan qrupudur. Təkrar edirik, eritrositində A və B antigeni və ya aglutinogeni, az əvvəl qeyd elədik ki, onlar sinonim sözlərdir. Antigeni və ya aglutinogeni yoxdursa, plazmasında anti-A və anti-B antiteli varsa, bu birinci qan qrupudur ki, birinci qan qrupu, əziz dinləyicilər, universal donor qrupudur, xeyriyyəçi qrupdur deyirik. Bütün qan qruplarına qan verir, lakin yalnız özündən alır. Təbii ki, qan qruplarını, yəni insanların bir-birinə qan köçürülməsi zamanı qruplara diqqət etmək lazımdır, ancaq onların mənfi və ya müsbət olmasına da diqqət etmək vacibdir. Yəni ki, əgər bir qan qrupunda RH rezus faktoru varsa, bu müsbət qan qrupudur. Yəni D antigeni ilə deyək ki, biz işarə edirik, D antigeni deyirik. D antigeni və yaxud da RH rezus faktoru varsa, bu müsbət qan qrupudur. Əgər yoxdursa, o zaman olur mənfi qan qrupu. Daha sonra baxırıq ki, şəkildə A aglutinogeni və ya A antigeni var eritrositində. Lakin plazmasında anti-B antiteli var. Bu halda biz deyirik ki, Y olur ikinci qan qrupu. Əgər eritrositin membranında B aglutinogeni və yaxud da B antigeni, yəni o şəkildə qeyd edək, antigen, aglutinogen onlar sinonim sözlərdir dedik. Plazmasında anti-A antiteli və yaxud da anticismi varsa, o da olacaqdır üçüncü qan qrupu. Dördüncü qan qrupunda isə A və B aglutinogenləri və ya antigenləri eritrositində olur, lakin plazmasında heç bir antitel yoxdur. Yəni ki, plazmasında anti-A və anti-B antiteli yoxdur. Ona görə K olur dördüncü qan qrupu. Qeyd edək ki, antigenlər zülal mənşəlidir. Əslində təkcə zülal mənşəli deyil, yəni dərsin sonunda qeyd olunub lüğət hissəsində. Antigen həm zülal mənşəli və ya karbohidrat mənşəlidir. Ancaq rezus faktor sadəcə zülal mənşəli olur. Burada fəaliyyət bölməsində bizdən suallar soruşur. X, Y, Z, K-nın deyir, müvafiq olaraq hansı qan qrupuna uyğun gəldiyini yazın. Biz onları tapdıq ki, X üçüncü qan qrupudur, Y ikinci qan qrupudur, Z 1, K isə dördüncü qan qrupudur. Daha sonra burada gördüyünüz kimi donor və resipiyentlərin qan qrupları verilib, onların bir-birinə qan verib verməməsi qeyd olunur. Biz cədvəldə görürük ki, bir mənfi
qan qrupu universal donordur. Universal donor. Niyə? Yəni ki, bütün qan qrupların mənfi və müsbətlərinə qan verə bilir. Niyə? Ona görə ki, birinci qan qrupun eritrositində, biz bayaqlarım qeyd elədik, eritrositində A və B antigeni yoxdur. Ona görə də, yəni biz bu eritrositi hansı qan qrupuna köçürsək, hansı antitellə qarşılaşma ehtimalı yoxdur. Biz qeyd edək onu da ki, eyni adlı antitel və antigen bir arada ola bilməz. Əgər olarsa, bu zaman eritrositlərin parçalanması baş verər, çökməsi baş verər. Buna da biz aglutinasiya deyirik. Yəni, məsələn, ikinci qan qrupu A antigeni var. Qarşı tərəfdə A antiteli ola bilməz. Yəni, eyni adlı antigen və yaxud da antitel ola bilməz. 4 müsbət isə, burada baxın, görürsünüz. 4 müsbət isə universal resipiyentdir. Yəni ki, o hamıdan qan ala bilər. Çünki onun plazmasında antitel yoxdur. Nə A antiteli yoxdur, nə də B antiteli yoxdur. Əgər heç bir antitel yoxdursa, məsələn, biz əgər 4 müsbətə ikinci qan qrupunu köçürsək, yəni A antigenini köçürsək, bu zaman 4-cü qan qrupda A və B antiteli, yəni eyni adlı antiteli olmadığına görə A aglutinogeni və A antiteli bir-biri ilə qarşılaşması baş verməyəcək və yaxud da 3-cü qan qrupu B aglutinogenini və yaxud da B antigenini 4-cü qan qrupuna 4 müsbətə köçürsək, yenə antitel olmadığına görə, B antiteli də olmadığına görə antigen və antitel qarşılaşması baş vermir və çökmə də baş verməyəcək. Ancaq birinci bir müsbət qan qrupu yalnız müsbətlərə qan verəcək. Cədvəldə qeyd olunub, yalnız müsbətlərə qan verəcək. Niyə? Çünki bir müsbətdə D antigeni var. D antigeni, yəni RH rezis faktoru var. D antigeni varsa, bir mənfi o deməkdir ki, burada D antigeni yoxdur. Burada artıq D antiteli olacaq. Əgər D antigeni bir müsbətdə varsa, ki, müsbət adlandırmağımızın səbəbi antigen olmasıdır, mənfidə D antigeni yox, onun əks antiteli olan, eyni adlı antiteli olacaq. Belə deyək, D antiteli olacaqdır. Bu halda müsbət 1 yalnız müsbətlərə qan verə bilər. Mənfilərə qan verə bilməz. Çünki mənfidə antitel var, D antiteli var. Antigenlə antitel qarşılaşa bilməz, çökmə baş verər. İkinci qan qrupuna baxırıq. Mənfilərə qan, ikinci qan qrupu həm mənfi, həm də müsbətlərinə qan verir. Lakin 2 müsbət yalnız müsbətə qan verə bilir. Təbii ki, 2 də eyni ilə 4-ə qan verə bilər. Çünki 4-cü qan qrupu hər kəsdən qan ala bilər. 3-ə baxırıq. 3 mənfilərə də qan verə bilər, müsbətlərə də qan verə bilər. Təbii ki, 3 mənfi 3 və 4-ə, yəni mənfi 3 müsbət 3 və yaxud da mənfi 4 müsbət 4-ə qan verə bilər. Özü ilə eyni qan qrupu daşıyan, yəni həm 2, həm də 3-cü qan qrupu özü ilə eyni qan qrupu daşıyan 2 və yaxud da 3-ə qan verə bilir, bir də 4-ə qan verə bilir. Biz də cədvəldə görürük ki, 3 mənfi həm 3-ün mənfisinə, həm də 3-ün müsbətinə, 4-ün həm mənfisinə, eyni zamanda 4-ün müsbətinə qan verir. 2-də eyni şəkildə qeyd elədik. 2-nin müsbəti yalnız 2-nin müsbətinə qan verə bilər, bir də 4-ün müsbətinə qan verə bilir. Daha sonra gedirik 3-ün müsbətinə. 3-ün müsbəti isə yalnız müsbətlərə qan verə bilər. 4-ə baxırıq. 4-ün mənfisi 4-ə qan verir. Yəni həm mənfi, həm də müsbət 4-ə qan verir. 4 müsbəti isə yalnız müsbət 4-ə qan verir. Qeyd elədik bayaq səbəbini. Çünki RH müsbət rezis faktoru var, yəni D antigeni var. Mənfisində D antiteli olduğuna görə qarşılaşma olmasın deyə 4 müsbət, 4 mənfiyə qan verə bilməz. Yalnız 4 müsbətə qan verir. Demək, belə bir nəticəyə gəldik ki, mənfilər həm mənfi, həm də müsbət qan qruplarına qan verir. Müsbətlər isə yalnız müsbət qan qrupuna qan verə bilər. Bəzən, bəzi testlərdə plazma köçürülməsi haqqında suallar düşür. Əgər plazmanın köçürülməsi soruşularsa, o zaman universal, deyək ki, donor olacaqdır müsbət.
4 müsbətin deyək eritrositində həm A, həm də B antigeni var. Yəni bütün antigenləri var. Ancaq plazmasında antitel yoxdur. A və B antiteli yoxdur. Antitel olmadığına görə onu deyək digər qrupların istənilən qanına köçürmək olar. Ancaq birinci qan qrupun eritrositini bütün qan qruplarına köçürmək olar. Ümumiyyətlə qan köçürmədə ən çox deyək eritrositlərdən istifadə olunur, formalı elementlərdən istifadə olunur. Çünki biz bilirik ki, qanın deyək ki, hüceyrə hissəsi var, formalı element hissəsi var, bir də plazma hissəsi var. Plazmanın da 90%-ə qədəri sudur. Məhz buna görə daha çox istifadə olunur. Eyni zamanda testlərdə də daha çox soruşulan olacaqdır. Nədir? Eritrositlərin köçürülməsi. Yəni daha doğrusu antigenlərin köçürülməsi. Daha sonra burada deyir ki, müzakirə hissəsində soruşur ki, donor və resipient fərqli qan qruplarına malik ola bilərmi? Bəli, ola bilər. Biz cədvəldə gördük ki, birinci qan qrupu həm bir müsbətə verir, həm bir mənfiyə verir, həm iki mənfiyə verir, həm iki müsbətə verir. Yəni ki, fərqli resipient qruplarına qan verə bilir. Dünya əhalisi arasında deyir, ən çox rast gəlinən qan qrupu 1-dir. Daha sonra müvafiq olaraq 2 və 3-dür. Ən az rast gəlinən qan qrupu isə 4-dür. Demək, biz az əvvəl qeyd elədik ki, eritrositin membranında D antigeni, yəni rezis faktor adlanan zülal var. Yəni, rezis faktor yalnız zülal mənşəldir dedik. Rezis faktor varsa əgər, o zaman qan müsbət rezisludur. Yox, əgər bu zülal yoxdursa, o zaman biz deyirik, mənfi rezusa malik qan qrupu. Qan qrupları irsidir, eyni zamanda rezus faktor irsidir, hansı ki ömür boyu dəyişilməz olaraq qalır və qeyd elədik ki, qan köçürmə zamanı həm qan qruplarına diqqət etmək lazımdır, həm də rezus faktora diqqət etmək lazımdır. Daha sonra qeyd edir ki, 18-65 yaş arası olmalıdır. Donor olan insanın xüsusiyyətləri arasında kütləsi isə 50 kiloqram və daha çox olan istənilən sağlam şəxs deyir, donor ola bilər. Bu qeyd haqqında bəzi testlərdə soruşulur, nəzərdə saxlamaq lazımdır. Aglutinasiya haqqında danışdıq, eritrositlərin parçalanması, dedik ki, eyni adlı aglutinogen və ya antigen və aglutinинlərin, yəni A və anti-A, burada A və B, qırmızı ilə işarə edək. A və B, baxın, antigenlərdir. Anti-A, anti-B antitellərdir. A antigeni və yaxud da anti-A eyni adlı deyək ki, qan qrupunda mövcud ola bilməz. Və yaxud da B antigeni və ya B antiteli ola bilməz eyni anda, eyni qan qrupunda. Çünki bu zaman aglutinasiya baş verə bilər. Bu da təbii ki, ölümə səbəb olur. Daha sonra burada sual verir ki, qan köçürmə qədim dövrlərdən tətbiq olunsa da nəticəsi əksər hallarda yaxşı olmurdu. Nə üçün? Çünki qədim dövrlərdə rezis faktor hələ müəyyənləşdirilməmişdi, qan qrupları tam olaraq müəyyənləşdirilməmişdi. Buna görə də müsbət nəticə vermirdi çox hallarda. Öyrəndiklərinizi deyir, tətbiq edin. Burada Nigar verib 3-cü qan qrupu qeyd edək. 3 müsbət, Azər 2 mənfi, Cəlil 1 müsbət, Arif 4 müsbət, Leyla 1 mənfi. 1 mənfi. İndi qan köçürmələrinin düzgün olub olmadığını müəyyənləşdirməliyik biz burada. Baxırıq sxemə əsasən Nigar Azərə qan verib. Deməli, Nigar 3 müsbətdir, Azər 2 mənfidir. 1 yanlışdır, çünki 3 2-yə qan verə bilməz. Eyni zamanda müsbət mənfiyə qan verə bilməz. Ona görə 1 yanlışdır. Bizdən doğru olanları seçdiyinə görə biz 1-i qeyd etməyəcəyik. 2-yə baxırıq. Azər Cəlilə qan verib. Demək, Azər burada 2-dir. Cəlil 2 mənfidir. Cəlil isə 1 müsbətdir. Burada düzdür, mənfi müsbətə qan verə bilir. Biz bayaq cədvəldə izah elədik ki, mənfi həm mənfiyə, həm də müsbətə qan verə bilir. Müsbət yalnız müsbətə qan verəcək. Mənfi müsbətə qan versə də 2 1-ə qan verə bilməz. Çünki 1 hamıya verir, lakin digər qruplardan qan ala bilmir. Ona görə 2 də yanlışdır. 3-ə baxırıq.
Cəlil Nigarə qan verə bilir. 1 müsbət 3-ə qan verir. Doğrudur. 1 3-ə qan verə bilir. Müsbət də müsbətə qan verə bilər. Ona görə burada 3 doğru qeyd olunub. 4-ə baxırıq. Arif Nigarə qan verir. 4 3-ə qan verir. Bu yanlışdır. Çünki düzdür, müsbət müsbətə qan verə bilir. Lakin 4 bütün qan qruplarından qan alır. Ancaq sadəcə 4-ə verir. Ona görə 4 yanlışdır. 5-ə baxırıq. Cəlil Leylaya qan verir. 1 müsbət, 1 mənfiyə. Biz dedik ki, mənfi həm mənfiyə, həm müsbətə qan verir. Ancaq müsbət yalnız müsbətə qan verir. Ona görə 5-də səhvdir. Daha sonra 6-ya baxırıq. Leyla Nigarə qan verir. 1 mənfi, 3 müsbət. 1 bütün qruplara qan verə bilir. Eyni zamanda mənfi həm mənfiyə, həm də müsbətə qan verə bilir. Ona görə 6 düzdür. 7-yə baxırıq. Cəlil Arifə qan verir. 1 müsbət, 4 müsbət. 1 bütün qan qruplarına qan verə bilir. Müsbət tərəfinə də baxsaq, müsbət müsbətə qan verə bilir. Yenə təkrar edirəm. Mənfi həm mənfiyə, həm müsbətə qan verə bilər. Müsbət yalnız müsbətə qan verir. Ona görə 7 doğrudur. 8-ə baxırıq. Leyla Arifə qan verir. Sxemdə göstərilən hissəyə görə. Leyla 1 mənfidir, Arif 4 mənfidir. Düzdür, mənfi mənfiyə qan verə bilər. Amma 1 bəli, 1-də 4-ə qan verə bilər. 1 bütün qan qruplarına qan verdiyinə görə 8-i doğru götürəcəyik. Deməli, doğru olanlar 3, 6, 7 və 8. Digər tapşırığa baxırıq. Müzakirə edin deyir. Tələbələrdən hansı universal donor, hansı universal resipiyent? Leyla 1 mənfidir, olacaq universal donor. Leyla universal donor. Arif isə universal resipiyent. Daha sonra hansı tələbələr öz qan qrupundan olan insanlara qan verə bilər? İstənilən qan qrupu öz qan qrupuna qan verə bilər. Ancaq biz orada diqqət etməliyik mənfi və ya müsbət olmağına görə. Mənfi və ya müsbət olmağını hardan bilirik? Əgər rezis faktor, yəni D antigeni varsa müsbət, yoxdursa mənfi. Mənfilər həm mənfi, həm də müsbətlərə qan verə bilər. Müsbətlər isə yalnız müsbətlərə qan verir. Aşağıdakı tapşırığa diqqət edək, öyrəndiklərinizi yoxlayın. Qan köçürmə hansı hallarda həyata keçirilir? Qan köçürmə qan itkisi zamanı, qan itkisi hallarında və yaxud da qan xəstəlikləri zamanı talasemiya, anemiyanı misal göstərə bilərik. Bu hallarda qan köçürmə baş verə bilər. Eritrositində A aglutinogeni və ya A antigeni, plazmada anti-B aglutinini olan şəxs ikinci qan qrupuna və mənfi rezusa malikdirmi? Əgər A antigeni varsa, deməli bu A qrupudur, yəni ikinci qan qrupudur. İkinci qan qrupu olduğunu deyə bilərik. Plazmada anti-B, ümumiyyətlə A antigeni həm ikinci qan qrupunda var, həm də 4-də var. Ancaq burada anti-B aglutinini və yaxud da antitel, biz dedik axı, aglutinin və antitel sinonim sözlərdir. Əgər B antiteli varsa, demək ki, bu 4 deyil. Çünki 4-də antitel olmur. Demək, ikinci qan qrupudur, A qan qrupudur. Lakin biz onun mənfi rezusa və yaxud da müsbət rezusa malik olduğunu dəqiq deyə bilmərik. Çünki ona dair bir göstəriş burada bizə verilməyib. Əgər RH faktor varsa, RH sulalı varsa müsbətdir. D antigeni varsa müsbətdir, yoxdursa mənfi qan qrupudur. Qanında aglutinasiyaya baş verə bilər. A müsbət, O müsbətə qan verir. Burada çökmə baş verəcək. Çünki A2-dir, O müsbət isə 1-dir. Yəni 1 digər qan qruplarından qan ala bilmir. B müsbət, AB müsbətə qan verə bilir. B 3-dür, AB isə 4-dür. O mənfi universal donordur, A mənfiyə qan verə biləcək. O 1-dir, A isə 2-dir. Yenə təkrar edək ki, mənfi həm mənfiyə, həm də müsbətə qan verir. Müsbət yalnız müsbət qan qrupuna qan verə bilir. B mənfi, B müsbətə qan verə biləcəkdir. 3 3-ə qan verəcək. Mənfi yenə müsbətə qan verə bilir. Daha sonra baxırıq ki, A burada B müsbət, A müsbət, B müsbətə qan verir. Bu yanlışdır. Burada da olacaq aglutinasiya baş verəcək. Niyə? Çünki əgər A müsbətdirsə, bu o deməkdir ki, burada A antigeni var. Yəni ikinci qan qrupudur. A antigeni varsa, deməli B antitel olacaq burada. B antitel. B müsbət 3-cü qan qrupudur. Bu o deməkdir ki, burada da B antigeni var. B antigeni var. B antitel və B antigen eyni arada ola bilməz. Burada çökmə baş verir. Sonra B müsbətə baxırıq. B müsbət, B müsbətə qan verib.
Bu doğrudur. 3 3'e qan verir, müsbət də müsbətə qan verir. O mənfi universal donordur. Bütün qan qruplarına qan verə bilir. 1. Bütün qan qruplarına qan verir. Eyni zamanda mənfi olduğuna görə biz deyirik bütün qan qrupların həm mənfisinə, həm müsbətinə qan verə bilir. Ona görə də bu da doğrudur. Burada agglütinasiyaya baş verən O müsbət və B müsbətdir.